Booking.com-da qiymətlərə baxıram. Hər ehtimala girirəm. Həmin o seçdiyim otelin saytında baxıram ki, görüm onların bəlkə ailəvi səyahət edirəm də, bəlkə ailələr üçün daha qəşəng təkliflər var. Əgər mən girib saytda görsəm ki, Booking mənə uşağa görə çarpayıya 30 manat hesablayır, amma otelin saytı deyir ki, 2 gecə qal, ekstra çarpayılar 12 yaşa qədər uşaqlar üçün pulsuz, əlbəttə ki, mən Booking-i seçməyəcəm. Təbii ki, bu mənim üçün yetəri qədər user-friendly olarsa. Yəni, mən girib onu rahatlıqla tapacağam, kampaniyalar bölməsindən mən onu rahatlıqla book edə biləcəm, sizin rezervasiya sisteminiz accessible olacaq və mən buna çox rahat, yəni istifadəçi olaraq mən çox rahat hərəkət eləyəcəm sizin daxilinizdə. Misal üçün, bugün mən bir çox yerlərdə birbaşa Booking-i seçmə səbəblərimdən biri odur ki, orada otelin rezervasiyasına çıxmaq çox çətindir. Mən gərək kimlərəsə zəng edeyim ya da gərək 24 saat gözləyim. Yəni, bugün hər şey indi və bu saatdır.